Vətənimiz olan Azərbaycanımızı nə qədər vətəndaşımız çox sevir? Mən bir yazıcı olaraq bu barədə fikirlərim o qədər də ürəkaçan deyil. Mən düşünürəm ki və əminəm ki, Azərbaycanlılar arasında Azərbaycanı sevənlər çox azdır. Heç milyona çatsa böyük işdir. 10 milyonluq bir Azərbaycan əhalisi arasında Azərbaycanı sözdə yox, pafosda yox, həqiqi əməli ilə sevən çox az azərbaycanlı var. Bu, dövlət məmurları arasında da elədir, sadə vətəndaşlar arasında da elədir. Nə qədər Azərbaycan insanı bu vətən üçün hazırda böyük işlər görür. Çox az. Mən bir fəlsəfi psixoloji yazıcı olaraq, bir gənc olaraq bunu mən cəmiyyətdə müşahidə edirəm. Bu o qədər çox deyil və bu məni incidir. Mən bütün əsərlərimdə, kitablarımda bunlara toxunuram. Məsələn, götürək məmurları. Məmurlar arasında nə qədər Azərbaycan məmuru Azərbaycanı sevir. Mən deyirəm, o faiz çox aşağıdır. 10% olsa böyük işdir. Çünki məmur Azərbaycan dövlətini, millətini, vətənini sevsə, o heç vaxt rüşvət almaz. O, vətəndaşı incitməz. Bax, indi bizim şəhidlərimiz, bizim qazilərimiz, onlar Azərbaycana, vətənə sevgini öz əməlləri ilə sübut ediblər. Qanları ilə, sağlamlıqları hesabına bizim şəhidlərimiz canlarını bu vətənə qurban veriblər. Qazilərimiz sağlamlıqlarını bu vətənə qurban veriblər. Onlar mübahisə mövzusu deyil vətəni sevməklə bağlı. Onlar bunu sübut ediblər. Amma bizim məmurlarımız Azərbaycanı nə qədər sevir? Bizim sadə vətəndaşlarımız nə qədər sevir? Bizim yazıçılarımız Azərbaycanı nə qədər sevir? Mən bir yazıcı olaraq bu məni düşündürür. Və mənim bütün fəaliyyətim Azərbaycanı inkişaf elətdirmək, ona sevgini daha da artırmaqdan ibarətdir. Mənim bütün maarifçilik missiyam, baxmayaraq ki, mən çox gəncəm, amma mənim bütün maarifçilik missiyam, bütün yazıcılıq missiyam Azərbaycanımızı, Azərbaycan insanımızı dünyanın ən sayılan, ən hörmət edilən bir ölkəsinə və bir millətinə çevirməkdir. Bax, mən də buradan bir yazıcı olaraq müraciət edirəm ki, gəlin Azərbaycanımızı sadəcə sözdə yox, əməlimizdə sevək. Əməlimizdə Azərbaycan üçün hansısa bir iş görək. Bax, əsl vətən sevgisi, millət sevgisi budur. Ona görə də mən burada müraciət edirəm ki, gəlin Azərbaycanımız üçün bacardığımız ən yaxşı işi görək. Sevgilər.